Allah 1000 dərdə 1001 dərmanı verib. Onu tapıb yerinə qoymaq lazımdır. Və zob xüsusilə də çox narahat edici haldır ki, məktəb uşaqlarında da artıq aşkarlanır zob xəstəliyi. Zob xəstəliyi rast gəlir. Və təsəvvür eləyin. Kimsə dedi ki, yox bu çıxmalıdır, əməliyyat olunmalıdır. Əməliyyat olunan, məsələn, tutaq ki, kör bağırsaq, əməliyyat olur, kəsilir, gedir. Bu adam heç vaxtda problemi olmur. Kiminsə nəsə bir problemi varsa, tutaq birinin burnu uzundur. Plastik əməliyyat elədi, yaxşı oldu, çıxdı, getdi, qutardı. Ancaq qalxanvari vəzini çıxardandan sonra onun ömrü boyu tablet içməlidir. O tabletka içməlidir, ömrü boyu içməlidir. İçməyən kimi qəbizlik, halsızlıq, yuxululuq, yəni bütün narahatçılıqlar dərinin rənginə qədər hər şeyə təsir edir. Ancaq qurbağa ilə müalicədə o adamlarda rahat, hər şey yerində, toksinləri, belə hormonlar normal fəaliyyət göstərir. Dediyim kimi, qalxanvari vəzinin xərçəngə keçməyə qoymur və orada olan zəhəri çəkdiyi üçün insan dediyim kimi birinci günə sakitləşir.